Salam, hörmətli abituriyentlər. Qəznəli dövləti mövzusunda video izahı sizə təqdim edirik. Qəznəlilər dövləti paytaxtı Qəznə, sonra Lahor olacaq. 962-1187-ci illərdə mövcud olmuşdur bu dövlət. Deməli, nə deyirik? 9-cu əsrdə xilafətdə türklərin nüfuzu artır. Biz demişik ki, 9-cu əsrdə artıq, 8-ci əsrin sonu, 9-cu əsrin əvvəllərində xilafətdə türk hökümdarların nüfuzu artır. Aydında hesab edin ki, futbol komandasında xarici oyunçular oynamır, legionerlər. Eləcə də ərəb ordusunda türklər xidmət aparırdılar və fərqlənirdilər, aparıcı qüvvə idilər. Türk generallar, türk zabitlər, yəni, belə deyək, dəbdə idi 9-cu əsrdə. Türklər Abbasi xəlifələrinin, ərəb və fars əsilli vilayət hakimlərinin və Samani ordularının tərkibində qulam kimi orduya, qulluğa cəlb olunurdu. Alp Təkin adlı bir qulam var idi. Yəni, məşhur türk sərkərdəsi idi. Samani ordusunda xidmət eləyirdi. O, istəyirdi Samanilərdə hakimiyyət ələ keçirsin, amma burada dövlət yarada bilmir. Gəlir, 962-ci ildə Əfqanistanın cənubunda, Qəznə şəhərində Qəznəlilər dövlətinin əsasını qoyur. Və ilk paytaxtda Qəznə şəhəri olur. Bu Alp Təkin idi. Amma dövlətin zirvə etdiyi dövr Mahmud Qəznəlinin dövrüdür. Yaxşı yadda saxlayın. 998-1030-cu illərdə hakimiyyətdə olur. Qəznəli dövləti öz qüdrətinin zirvəsinə yüksəlir. Qaraxanlarla birlikdə Samaniləri parçalayır. Bu hissə indi bizə o qədər də lazım deyil. Yəni, deyərdim ki, lazım deyil. Keçmiş Samani torpaqları olan Xorasan, Xarəzm, Sistan, Əfqanistan Qəznəli dövlətinə birləşdirilir. Hindistanın şimal-qərbi Qəznəli dövlətinə birləşdirilir. Qeyd edeyim ki, Hindistana yürüş etməsi Mihraqulla oxşardı. Mihraqul hansı dövlətin hökümdarı idi? Hun dövlətinin hökümdarı idi. Hindistana hücumlar edir. Şimal-qərbi Hindistan Qəznəli dövlətinə birləşdirilir. Qeyd edeyim ki, 17 dəfə Hindistana adam yürüş eləyib. 17 dəfə. Təsəvvürlə ki, minlərlə kişi xeylağı, döyüşçü. Bunların gündə 3 dəfə yeməyi, içməyi, bunların geyimi, keçimi, paltarı, silahı, sursatı, çadırı, bunlar hamısı xərc tələb edir və sən 17 dəfə bunu təkrarlayırsan. Demək ki, Hindistandan o pulu çıxara bilir Mahmud Qəznəli. Abbasi xəlifəsinin razılığı ilə Türk dünyasında ilk dəfə sultan titulunu alan Mahmud Qəznəlidir. Siz daha çox Osmanlıları sultan olaraq xatırlayırsınız. Amma ilk dəfə sultan titulunu alan Mahmud Qəznəlidir. Sultan Mahmud Qəznəli. O öz hakimiyyətini Rey, Həmədan, İsfahan daxil olmaqla Qərbi İrana qədər yaya bilir. Əl-Biruni, İbn Sina kimi alimləri saraya dəvət edib onları himayə eləyirdi. Gəldi Sultan Məsuda. Belə baxmağına fikir verməyin, Sultan Məsud dövründə dövlət zəifləyir, yəni o qədər də güclü hökümdar olmur. Daxili ziddiyyətləri idarə etməni zəiflədir. 1040-cı ildə Dəndənəkan döyüşü baş verir Səlcuqlarla və Səlcuqlara məğlub olur Sultan Məsud. Bütün Xorasan ərazisini itirir. Səlcuqlar Mərkəzi Asiyada möhkəmlənirlər. Azərbaycan, İran və İraqa gedən yol açılır. Deməli, sizə belə bir şey deyim. Səlcuqların Xorasanda yerləşməsinə icazə verən Mahmud Qəznəlidir. Səlcuqlara icazə verir ki, hə də gəlin yerləşin Xorasanda. Sultan Məsudun dövründə Səlcuqlar Qəznəliləri məğlub edərək bütün Xorasan ərazisini ələ keçirirlər. Yəni, buna diqqət eləyək. 12-ci əsrin ikinci yarısında türk əsilli Gürlularla münasibətlər pisləşir. Bu Gürlular hardan çıxdı dərkən, Gürlular Qəznə şəhərinə, paytaxta hücum edirlər. Hücum eləyib yandırırlar. İndi paytaxt tutuldusa dövlət batdı. Təcili paytaxt köçürülür Lahor şəhərinə. 1187-ci ildə yenə Gürlular gəlirlər. Lahoru da tutaraq Qəznəlilər dövlətinə son qoyurlar. 1187-ci ildə Qəznəli dövləti süqut uğrayır. Belə, dəyərli abituriyentlər, ümid edirik ki, mövzu sizə aydın oldu. İndi isə vəsaitimizdən dərsimizi öyrənək. Hər birinizə uğurlar arzulayıram.